Atalar sözləri, zərf məsəllər və el deyimləri özlərində böyük mənaların gizli kod açarlarını saxlayırlar. Qisas qiyamətə qalmaz deyimi də bunlardan biridir. İnsanın daxili mənəvi təmizliyi, insanın daxili gözəlliyi, insanlığı. Yəni heç kəsə pislik eləmə. Bu həyat bumerangdır. Qisas qiyamətə qalmaz, özünə qayıdar. İkinci anlayışda sənə elənən pisliklərə qarşı sənin daxili motivasiyanı gücləndirir. Yəni ki, narahat olun, qisas qiyamətə qalmaz, heç kəsin haqqı heç kəsdə qalmır deyə bir stimul verir insan. Və üçüncü bir mənası da var bunun. Əgər sənə pislik olunubsa, sən onun əvəzini verməlisən. Bu dünyada verməlisən, bunu qiyamətə saxlamalı deyilsən. Hətta bizim müqəddəs dini kitabımız Quranda da deyir ki, sizinlə vuruşanlarla siz də vuruşun. Bax, bu mənada Azərbaycan xalqının, Azərbaycan dövlətinin həyatında bunun bariz nümunəsi də var. Biz 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin əks-hücum əmri ilə dəmir yumruq əməliyyatına başladıq və zəfər çaldıq. Nə oldu? Qisas qiyamətə qalmadı və 21-ci əsrdə bu söz bir daha öz təsdiqini tapdı Azərbaycan xalqının qəhrəmanlığı fonunda.